Qətərin Xarici İşlər üzrə Dövlət naziri Məhəmməd Əl-Xuleyfi bildirib ki, ölkəsi ABŞ-ya öz ərazisindən İrana qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib və silahlarından yalnız özünü müdafiə məqsədi ilə istifadə edir. Maraqlıdır, Qətərin bu addımı ABŞ ilə münasibətlərdə hər hansı gərginliyə səbəb ola bilərmi? Politoloq Aydın Quliyev mövzu ilə bağlı Today Press TV-yə danışarkən bildirib ki, Qətərdə Amerika hərbi bazasının mövcudluğu İranla bağlı proseslər fonunda ölkənin mövqeyi barədə suallar yaradır. Analitik qeyd edib ki, ABŞ, İran və Qətər münasibətləri üçbucağında qeyri-müəyyənliklər mövcuddur. Bu da ilk növbədə Qətərdəki Amerika hərbi bazası ilə bağlıdır. Stat: Hələ İranla müharibədən çox əvvəl Qətərdə Amerikanın hərbi bazası var idi. Qətərlə Amerikanın arasında geniş miqyaslı silah ticarəti ilə bağlı sazişlər var. Hətta bu sazişlərin bəzilərinin dəyəri milyardlarla ölçülür. Statın sonu. Onun sözlərinə görə Qətər öz ərazisində yerləşən bazalardan İrana qarşı istifadə olunmasına etiraz etdiyini bildirsə də, faktiki vəziyyət fərqli ola bilər. Eyni zamanda Qətərdə Amerikanın hərbi bazasının olması Qətər üçün İrana vurulan zərbələrdə onun bitərəfliyi mənasına gəlməyə əsas vermir. Stat: Faktiki olaraq Amerika Qətərdə və digər ölkələrdəki hərbi bazalardan İrana qarşı istifadə edir. Ona görə də hələlik Qətər hakimiyyətinin mövqeyinin nədən ibarət olduğunu müəyyənləşdirmək çətindir. Əgər doğrudan da Amerikaya öz ərazisində olan hərbi bazalardan istifadə icazəsi verilməyibsə, bunu sübut etməli və İranı inandırmalıdır, deyə ekspert izah edib. Siyasi şərhçi əlavə edib ki, İranın mövqeyinə görə əgər hər hansı ölkənin ərazisindən ona qarşı zərbə endirilərsə, həmin ölkə legitim hədəf hesab oluna bilər. Qətərin ərazisində Amerika hərbi bazası varsa, həmin hərbi bazalardan İrana zərbə endirmək üçün istifadə olunarsa, onda bu İranın nöqteyi nəzərindən Qətərə zərbə endirmək üçün kifayət edən bir arqumentdir. Ekspertin qənaətincə, Qətər öz ərazisindəki bazalardan İrana zərbə endirmək üçün istifadə məsələsində Amerikaya məhdudiyyət yaradacaqsa, bu gərginliyə yol aça bilər. Eləcə də digər körfəz ölkələri öz ərazilərindəki bazalardan istifadəni Amerikaya qadağan etsələr, bu həmin ölkələrlə Amerikanın arasında çox ciddi problemə çevrilə bilər.